Gürcüstanın pərakəndə yanacaq satışı şəbəkəsində yanacağın qiyməti ucuzlaşıb. Neft Məhsulları İdxalçıları İttifaqı bu barədə rəsmi saytında məlumat yayıb. Açıqlamada bildirilir ki, yanacağın bütün növləri üzrə qiymətlər orta hesabla 2-5 tetri azalıb. Hazırki məlumata əsasən yanacağın orta qiyməti 1,90 tetri ilə 2,20 tetri arası cərəyan edir. Müsahiblərimizin əksəriyyəti yanacağın ucuzlaşmasını müsbət qiymətləndirir. Vətəndaşlar bu ucuzlaşma ilə yanaşı məhsulların da qiymətlərinin enəcəyinə ümid edirlər. 2,40 ilə tökürəm, nə bilim mən, yensə yenə yaxşıdır. Əvvəllər neçə idi? Əvvəllər 2,60, 2,80. Bax, bu benzinin aşağı enməsi, qiymətin aşağı enməsi başqa şeylərə də təsir eləyərmi sizcə? Qəbul ki, eləyər bən, ay qadam olur. Maşınla istifadə edirik, ayrı maşınlarımız da var, onunla böyük maşınlarla, onunla da istifadə edirik. Ona xeyirdir. Bizimizə xeyirdir, olsun. Yəni, ərzaqın qiymətin enməsinə təsir eləyərmi? Eləməlidir bən. Ərzaq çox bahadır. Çox bahadır. Qabaqdan deyirlər, benzin bahadır. Dollar bahadır. İndi dollar enir, ərzaq gən enmir. Bir balaca yenifdir. 15-20 qəpi yenifdir. Nə dərəcədə yaxşıdır sizdən ötürü? Yaxşıdır, pis deyil. Koneşnə ensə daha yaxşı olar. Lap aşağı insə. Gürcüstanda son neçə gündür enibdir qiymətlər benzinin. Vallahi bilmirəm, dostlarım mənim. Enib biraz enibdir. Var iləm elə bir şey hiss edirsiniz. Düşüb biraz. Çox mu enib? Az düşüb 500 qəpik bilmirsən. Yanacağın qiyməti 20 tetri enib. Hər növ yanacaqda, benzində və dizeldə qiymət enişi var. Təxminən 2 həftə əvvəl 10 tetri enmişdi, indi də 10 tetri endi. Nəticədə 20 tetri ucuzlaşıb. Bu da insanlara sərfəli olar. 20 tetri az deyil. Ümid edirik bu ucuzlaşma ərzaq məhsullarına da təsir edəcək. Onların qiyməti də enəcək. Hazırda dünya birjasında neftin bir barelinin qiyməti 77-80 dollar arasında dəyişir ki, bu da əvvəlki ayın göstəricilərindən 7% azdır.